Hər dəfə yeni bir iş görmək istəyəndə Sənan deyir ki, sən yorulma, mən gəlim birlikdə edərik. Nəticədə o iş günlərlə uzanır. Həm gəlib daha vacib işləri görməli olur, həm də birazdan hava qaralır. Şükür ki, bir neçə gündür yağış yağmır ən azından. Bu 2 gündür çolpalarımın hinini təmizləyir, onlar üçün samanlı qutular hazırlayıram. Bir gün gözlədim yoldaşımı, gəldi, yenə başqa işlə məşğul oldu, bitirə bilmədi axşama qədər. O biri gün dedim dayı özüm eləyərəm. Belə dişil enerji zat qalmır adamda. Həyətdə biçdiyimiz otlar artıq samana dönüşmüşdü. Onları taxta kasetlərə qoydum ki, yerdə yatmağı sevən toyuqlarımız üşüməsinlər. Əslində hinin içinə də saman tökmək istəyirdim, amma bilmirəm doğru olarmı. Nə deyirsiniz? Təmizləyib bitirdikdən sonra da təndirdə mənim üçün yığdıqları külü toyuqların yanına qoydum ki, bitlərdən təmizlənsinlər. Amma niyəsə videolarda gördüyüm kimi alınmadı heç. Mən görəndə külü görən bütün toyuqlar xəzinə axtarırmış kimi külü eşməyə başlayırdılar. Nəysə sonda dedim sizlə özümü çox da yora bilməyəcəm, inciməyin. Mən də qoydum onların yanına çıxdım. Bu arada bizim kürt yatan ördəyimiz də neçə gün sonra nəhayət yerindən durub. Necə acmışdısa bir dəndən yeyirdi, bir su içirdi. Bir dəndən yeyirdi, bir su içirdi. Altından götürmədiyim üçün yumurtaları mənə çox adam yazdı ki, onlar lax olacaq. Ümidlə gözləyirəm yenə də çıxacaq balalarını. Qarabağdan hamınıza salamlar. Videonu bəyənməyi və belə videolar sizə maraqlıdırsa səhifəni izləməyi unutmayın. Amma biz pəncərəni bağlamağı unutmuşuq, yaxşı yadımıza düşdü.